Maraqlı oyun alındı. Maraqlı oyun alındı. Yani, Anax ikisi çox yaxşı organizasyonda oynayırdı. Daha yaxşı hazırlıqlıydı. Ama ikinci hissə biraz daha fərqli oldu. Sanki gollar vurduk və sonra oyun biraz daha da asanlaşdırdığı üçün. Bundan belə səhvlərimiz əlbəttə ki var idi. Bu gözlənilən idi. Hələ boşların hazırlıq səviyyəsi tam deyil. Ona görə çox da futbolculardan daha dinamik oyun tələb etməyə bu qədər də düzgün deyildi. Bundan belə hansı ki qarşıdakı günləri daha çox üzərində çalışası epizodlarımız oldu. Buna çox diqqət ayıracağıq. Müsbət mənada təcrübələndirən futbolçularınız oldu, yəni gözləyirdiniz daha yaxşı oynarlar. Komanda olaraq bəlkə daha yaxşı gördüm, amma səhvlərimiz var idi, bəzi qəbul olunmaz səhvlərimiz var idi. Yaxşı oldu elə burada onları gördük və bunun üzərinə inşallah Avstriya hazırlığımızdır. Verəcək. İstirahətdən sonra komandanın fiziki durumu razı salırsın. Hələ ki o səviyyədə deyildik, amma əfsər olsun biraz fərqli belə deyək, hazırlıq var, fiziki hazırlıq futbolçularda. Milli komandanın oyuncularında biraz istirahətə vaxt az olduğu üçün daha onların fiziki durumu yaxşı deyil, amma digərlərinin daha çox istirahətə vaxtları oldu və belə onlar məşqlərdə verdiyimiz yükləməyi daha rahat qəbul edir, nəinki digərlər. Benziyanla bağlı belə bir məlumat yoxdur hələ ki. Ondan sonra heç bir danışığımız olmuyor. Amma ümumi transferlərlə bağlı həmişə olduğu kimi danışıqlar gedir və çox ciddi düşmüşük bunun üzərinə. Ola bilər ki, qarşıdakı günlərdə, ola bilər 10 gün, ola bilər 1 aydan, yəni belə bir prosesdir ki, həmən həll olunmur, amma qarşıda mütləq çalışırıq ki, hər hansı bir transferlər etməyə. Bir yox, bir neçə. Müqaviləniz bugün bitib Qarabağla, yəni sonuncu günü. Müqavilə uzadılır, nə qədər? Mənim müqavilə? Yox, bitmir. Bugündən, yəni rəsmi görə görünür. Belə transfer marketə görə. Müqavilə imzalamışsınız? Yox, mən köhnə müqavilə imzalamışam, hələ müqaviləm var. Neçənci ilə kimidir müqaviləniz? Yəni? Çünki saytda göstərilir, 30 iyun 2025 göstərilibdir. Ən sonuncu müqavilə müddəti. Yox, bilmirəm, geçən 27 kimi müqavilə. Unutmuşsunuz. 5 illik bağlantısı yoxsa 10 illik? 5 illik, 10 illik böyük riskli klublar için. Zaten sahibi. Buna transfer siyahısında olan futbolçular arasında Zagreb'dən samimi müayinat çəkilir. O siyahıda var yoxsa yox? Sadəcə ona keçir. Ola bilər siyahı da olsun. Çox sağ olun. Sağ olun.